Bugün sizə iki tam fərqli, amma eyni dərəcədə parlaq dünyada iz qoymuş çox xüsusi bir insandan, İzzət Orucovadan danışacağıq. Bu, kəşflərlə dolu çox maraqlı bir hekayədir. Gəlin bir anlıq düşünək. Heç təsəvvür etmisinizmi ki, bir ölkənin ilk kino ulduzu, eyni zamanda onun ən qabaqcal alimlərindən biri olsun, bir insan həm sənətin zirvəsində, həm də elmin dərinliklərində eyni anda necə uğurlu ola bilər? Bax, İzzət Orucovanın həyatı bu suala heyrətamiz bir cavabdır. Yaxşı, gəlin başlayaq. Hər şey bir zamanlar bütün ölkəni heyran edən bir sima ilə başladı. Hekayənin birinci hissəsi, onun ekran həyatı. Deməli, İzzət Orucovanı kino üçün kəşf edən dahi Cəfər Cabbarlının özü olub və o, elə-belə rollar oynamadı ha. Birbaşa Azərbaycanın ilk səsli filmlərində, yəni Sevil və Almazda baş rolları canlandırdı. Bu, sadəcə aktrisalıq deyildi, bu, o dövr üçün inanılmaz bir cəsarət idi. Axı o, kinoda baş rola çəkilən ilk Azərbaycanlı qadın idi. Amma Sevil sadəcə bir film deyildi, yox. Bu, sözün əsl mənasında bir partlayış effekti yaratdı. Əsl ictimai inqilab idi. Film, azadlıq üçün mübarizə aparan bir qadının hekayəsini göstərirdi və bu, cəmiyyətə o qədər dərin təsir etdi ki, nə qədər güclü təsir etdiyini bilmək istəyirsiniz? Baxın, İzzət xanım özü xatirələrində nə yazırdı? Deyir ki, Sevil filminin nümayiş olunduğu gün bir çox Azərbaycanlı qadın çarşabını əbədi olaraq atdı. Onlardan biri də mənim anam idi. Təsəvvür edə bilirsiniz? Bir film minlərlə qadının həyatını kökündən dəyişir. Onların azadlıq simvoluna çevrilir. Bax, sənətin əsl gücü budur. Hər şey əla gedirdi, elə deyilmi? Amma hekayənin ən qəribə, ən maraqlı yeri də elə burasıdır. İki belə uğurlu filmdən sonra şöhrətinin lap zirvəsində İzzət Orucova birdən-birə sanki qeyb olur. Kinodan əbədi olaraq gedir. Niyə? Adamı düşündürən sual budur ki, niyə? Bu qəfil qərarın arxasında nə dayanırdı? Bax, bu sualın cavabı onun həyatının ikinci, demək olar ki, heç kimin bilmədiyi bir tərəfində gizlənib. İndi gəlin onun tamamilə fərqli bir arzusundan, fərqli bir ambisiyasından danışaq. Gəlin bir müqayisə aparaq. Bir tərəfdə ekranların parlayan ulduzu. O biri tərəfdə isə laboratoriyanın səssiz qəhrəmanı. O, bir yandan Sevillə bir hərəkatın simvoluydu, digər yandan neft-kimya sahəsində bir pioner. Yəni həm kinematografiya ikonu, həm də bütün ölkənin tanıdığı bir akademik. İki dünya, bir qadın. Bax, kinodan getməsinin səbəbi də elə bu idi. Bu emosional bir qərar deyildi, tamamilə şuurlu bir seçim idi. Çünki onun əsl ehtirası, əsl yanğısı çəkiliş meydancasında yox, məhz laboratoriyadaydı. Və o, bütün həyatını elmə həsr etmək qərarını verdi. Yaxşı, gəlin indi onun bu möhtəşəm elmi karyerasına, o nailiyyətlərə biraz daha yaxından baxaq. Onun elmi yolu sanki bir nərdivan kimidir, pillə-pillə zirvəyə qalxır. Deməli, 1932-ci ildə institutu bitirir, 1947-ci ildə namizədlik dissertasiyasını müdafiə edir, amma əsl böyük partlayış 1962-ci ildə olur. O, nəinki Azərbaycanda, bütün Sovet İttifaqında neft texnologiyaları sahəsində ilk qadın elmlər doktoru olur. Bu, inanılmaz bir nailiyyət idi və bu hekayənin zirvəsi də 1972-ci ildə ona akademik adı verilməsi ilə tamamlanır. Bəs o, konkret olaraq nə işlər görmüşdü? Onun tədqiqatları demək olar ki, neft kimyasında inqilab idi. Məsələn, aşağı temperaturlu sürtkü yağları üçün yeni texnologiyalar hazırladı, yeni növ aşkarlar yaratdı, hətta İkinci Dünya müharibəsi zamanı yandırıcı butulkaların yaradılmasında belə onun rolu olub. Üstəlik, onun yazdığı dərsliklər bugün də neft kimya sahəsində istifadə olunur. Onun fəaliyyətinin miqyasını təsəvvür etmək üçün bax bu rəqəmə diqqət yetirin. 200-dən çox elmi məqalə. Bu sadəcə bir rəqəm deyil, bu bir insanın bütün ömrünü elmə necə həsr etdiyinin, nə qədər məhsuldar olduğunun canlı sübutudur. Və onun işləri təkcə nəzəriyyədə qalmadı. 30-dan çox patenti və ixtirası vardı. Bu o deməkdir ki, onun kəşfləri birbaşa sənayedə tətbiq olunurdu, ölkənin inkişafına real təsir göstərirdi. Amma bəlkə də ən böyük mirası təkcə öz kəşfləri deyildi. O, həm də əla bir müəllim idi, bir ustad idi. Yetişdirdiyi 11 elmlər namizədi ilə əslində öz biliklərini gələcək nəsillərə ötürdü. Öz elmi məktəbini yaratdı. Lakin onun gücü təkcə ağlında və istedadında deyildi.
O, həm də inanılmaz dərəcədə güclü bir ruha sahib idi. Gəlin indi onun həyatının bəlkə də ən çətin sınağından, böhran anındakı cəsarətindən danışaq. Deməli, 1937-ci ilin o qorxunc repressiya dövrü. Həyat yoldaşı Mövsüm İsmailzadə həbs edilir. Amma həbs olunacağını hiss edən əri, İzzət xanımı və onların körpə oğlu Yılmazı xalq düşməninin ailəsi damğasından qurtarmaq üçün inanılmaz bir addım atır. Onu sürgündən xilas etmək üçün dərhal ondan boşanır. Bu, böyük bir fədakarlıq idi. Və bu hadisə bir daha sübut edir ki, ekrandakı o cəsur Sevil və Almaz obrazları heç də təsadüfi değildi. İzzət Orucovanın özü də həyatda eyni onlar kimi cəsur bir qadın idi. Beləcə, gəldik yekuna. Gəlin indi onun bu iki fərqli amma bir-birini tamamlayan həyatının necə birləşib tək, güclü və unudulmaz bir irs yaratdığına baxaq. Onun mirası həqiqətən də ikilidir. Kinoda o, qadın azadlığının simvolu oldu. Hətta Bakıdakı məşhur Azad qadın heykəlinin prototipinin məhz o olduğu deyilir. Elmdə isə o, Azərbaycan kimya elminin təməl daşlarından biridir və onun metodları bugün belə zavodlarda tətbiq olunur. Cəmiyyətdə isə o, sadəcə alim deyildi. 4 dəfə deputat seçilmiş, Azərbaycan elmini Kanadadan tutmuş Almaniyaya qədər bütün dünyada təmsil etmiş, tanınmış bir ictimai xadim idi. Əlbəttə, onun bu qədər böyük töhfələri dəyərləndirilməmiş qalmadı. O, həm Azərbaycan dövlət mükafatına, həm də o dövrün ən yüksək tərtifləri sayılan Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni kimi bir çox mükafatlara layiq görüldü. Sözün qısası, o həm ekranda bir qəhrəman idi, həm də laboratoriyada və bütün həyatı ilə sübut etdi ki, bir ömrə bir neçə dünya sığışdırmaq mümkündür. Və bu hekayənin sonunda adamın ağlına belə bir sual gəlir. Görəsən, bizim ətrafımızda, bəlkə də hər gün gördüyümüz insanlar arasında daha neçə belə gizli qalmış, heyrətamiz hekayə var, bəlkə də sadəcə biraz daha diqqətlə baxmaq lazımdır.